Salamlayırıq, başda da şəhid ailələr olmaqla. Bugün hərin mayın 14-düdür. Gəncə Şəhidlər Xiyabanındayıq. Hər birimizin əziz, dəyərli, qəhrəman atalarından biri Daşdəmirov Rəvan qardaşımızın atası Məzahir amımız haqq dünyasına qovuşub və dəfn mərasimindəyik. İlk öncə başda şəhid atalar olmaqla Gəncə şəhər icra hakimiyyətinə, Goranboy rayon icra hakimiyyətinə və Məzahir əmmimizi deyib gələn hər kəsə İlk öncə minnətdarlığımızı bildiririk ki, bu günlərim ailəni tək buraxmadılar. Və Allah Taaladan övladlarına, nəvələrinə səbir diləyirəm. Allah dünyasını dəyişən şəhid atalarına, analarına qəni-qəni rəhmət eləsin, qalanlarına da səbir versin. Bu günlərim Gəncə şəhər şəhid ataları, şəhid anaları, şəhid əzizləri hər biri bizim Məzahir əmmimizin dəfnində oldu. 10 gün ərzində 3 şəhidimizin atasını itirdik. Noruz qardaşımızın, Neymət qardaşımızın və Rəvan qardaşımızın atasını itirdik. İnşallah arzu edirəm ki, cənnətdə öz balalarıyla qovuşarlar. İllərdən, 6 ildən sonra ata-bala həsrəti qovuşdu. İnşallah elə cənnətdə də qovuşarlar və Allah hər birimizi, şəhidlərimiz şəfaətçi etsinlər. Gələn hər kəsə də minnətdarım bildirəm. Bir daha ailəsinə Allah Taaladan səbir, can sağlığı. Çox sağ olun şəhid atalar. Allah sizi var eləsin. Yəni Allah hər şeyi gecindən versin. Amma ölüm elə bir vəziyyətə gəlib ki, dünən yanındadır, bu günlərim yoxdur. Ona görə gəlin hər zaman bir-birimizin xalq olaraq, millət olaraq bir-birimizin dəyərini bilək, sağlığında bir-birimizə dəyər verək. Çox sağ olun, minnətdarım. Sağ olun. Amin. Sağ olun. Allah rəhmət Amin inşallah. Sağ olun.